Dinlemenimde okuyun, bir de seslendiririm. Seslendirmedim, bakın hele. Seslendirirəm, dinlemeni. Jeremy? Jeremy! Oh no! Inspector Granger arrived at about 9 o'clock. He was a tall man with a big black moustache. Amanda, Barbara, Claudia and Gordon were in the living room. The inspector came in. Mr. Travers died between midnight last night and 7 o'clock this morning, he said. Somebody in this room killed him. He looked at them one by one, but nobody spoke. Mrs. Travers, I want to talk to you first. Come into the library with me, please. Amanda Travers followed the inspector into the library, and they sat down. What did your husband do after dinner last night? When we finished dinner, Jeremy said he was tired, and he went to bed. Did you go to bed then? No, I didn't. I went for a walk in the garden. What time did you go to bed? About 11:45. Was your husband asleep? I don't know, Inspector. We slept in separate rooms, but I saw that his door was closed. Did you hear anything when you were in your room? Yes, I heard Jeremy's bedroom door. It opened. I thought it was Jeremy. But then it closed again. I read in bed for half an hour, and then I went to sleep. What time did you get up this morning? I got up at about 7:15. I had breakfast, and at 8 o'clock I took my husband a cup of tea.
I found him in bed. He was dead. Tell me, Mrs. Travers, did you love your husband? Jeremy was a difficult man. But did you love him, Mrs. Travers? No, Inspector. I hated him. Elimiz kinoya baxdınız. Məncə aydın idi. Dinləmə çox aydın idi. Jeremy. Jeremy? Jeremy! Oh, no! Inspector Granger arrived at about 9 o'clock. He was a tall man with a big black moustache. Amanda, Barbara, Claudia and Gordon were in the living room. The inspector came in. Mr. Travers died between midnight last night and 7 o'clock this morning, He said. Somebody in this room killed him. He looked at them one by one, but nobody spoke. Mrs. Travers, I want to talk to you first. Come into the library with me, please. Amanda Travers followed the inspector into the library, and they sat down. What did your husband do after dinner last night? When we finished dinner, Jeremy said he was tired, and he went to bed. Did you go to bed then? No, I didn't. I went for a walk in the garden. What time did you go to bed? About 11:45. Was your husband asleep? I don't know, Inspector. We slept in separate rooms, but I saw that his door was closed. Did you hear anything when you were in your room? Yes, I heard Jeremy's bedroom door. It opened. I thought it was Jeremy. But then it closed again. I read in bed for half an hour, and then I went to sleep. What time did you get up this morning? I got up at about 7:15. I had breakfast, and at 8 o'clock I took my husband a cup of tea. I found him in bed. He was dead. Tell me, Mrs. Travers, did you love your husband? Jeremy was a difficult man. But did you love him, Mrs. Travers? No, Inspector. I hated him.
Yazdınız, yazabildiniz. Ha, ümid var. Bəli müəllim, yazdıq. Baxaq cavablara. Baxaq müəllim. Aha. Arada WhatsApp'ta şey gelmedi, bağlayabilmirdim o sonra link atın diye. Malum olmadı o bir saniyelik falan sessiz. Yox. Deməli, birdən başlayaraq indi axıra qədər deyirəm. 1C, 2A, 3B, 4D, 5C, 6.1A, 2B, 3B, 4A, 7Y, 8A, 9, bir saniye. 9B, 11.3, 11.1A, 2A, 3B, 4B, 12C, 13B, 14B, 15, 2, Sesim gitti. Sesim kırıldı. Gəlir müəllim indi. Neçədə qaldı sesim? Neçəncədəydim axırıncısı? 15. Yox, 15-də gəlin deyirsiniz. 15, Gəlirsə. 15, 2, 5, 16, 1, 2, 16 daha doğrusu A, 17A, 18C, 18B, 19B, 20C, 21C, 22D, 23, 2, 3, 24, 1, 2, 3, 25'te ise 4, 2, 5, 1, 3. İndi başlayın səhvlərinizi deməyə. Müəllim, listeningə baxaq birinci. Bəli, listeningə baxaq. Deməli. Elə listeningi deyim. Bax, incorrect səhv istəyir. C'də səhv odur ki, burada deyir before midnight. Orada isə deyir ki, between midnight and 7 o'clock this morning. Bu səhər gecə yarısı. Midnight deyəndə, midnight uşaqlar sırf gecə saat 12-dir. Sırf gecə saat 12. Yəni gecə saat 12 ilə səhər saat 7 arası ölüb. Amma burada deyir before midnight, yəni saat 12-dən əvvəl. Ona görə C variantı səhvdir. 2 heç, yəni konkret sualı cavabdır. Found Mrs. Travers dead. Mrs. Travers. 3'te yine incorrect istəyir, səhv istəyir. B variantında orada belə dedi. A quarter to 12. Saatları tu ilə deyəndə qalmışdı. Yəni özdə ingilis dilində bir saatlar necədir? Yəni biz yarısı bir də ki işləmiş deyəndə 1 saat daha deyirik. Məsəl üçün 12-yə 15 dəqiqə işləmiş deyəndə a quarter 15 dəqiqə deməkdir. Birinci sonda deyim ki, yəqin ki bilirsiniz. 50 minutes yerine kısacası onlar a quarter deyirlər. A quarter işləmiş pastdır. Past 11 diyeceğim. 1 saat dala. Yani 11'den 15 dakika geçip. Yarısı da deyəndə. 12'nin yarısı da deyəndə diyeceğim. A quarter, yeni quarter deyəcəksən. Half past 11. Yeni 1 saat dala dedim. Ama qalmış deyəndə uca 1 saat dala demirik. Olduğu kimi deyirik ve to ilə deyirik. A quarter to 12 yani 12-15 dakika qalmışdı. Ama burada 12-15 yazılıb. Elektron saatdən 12-15 hansı saatdır? 1-15 dakika işləmişdi. Başa düşdünüz? Mrs. Travers said she went Bəli. to about 12:15, a quarter to 12 dedi. Yəqin ki bunu səhv etmişdiniz, 3'dən. Mən bu yazmışdım birinci, sonra Mən- D yazdım. 3'ü B yazmışam, düz yazmışam. Bir dənə 3'üm düzdür. Bir dənə üçün düzdür. İndi gələr nəsə səhv çıxıb. Look like yəni xarici görünüşü soruşur. Yəni bu da konkret cavabıydı. A tall with black mustache. Mustache nədir uşaqlar? Bığ. Bığ yox, saqqal deyəsən. Bığ mı, saqqaldı mı bilmirəm. Mustache saqqaldır, beard bığdır. Aha. İndi bir də 5'ə baxaq onda. 5'də də yəqin ki səhvdir. Burada deyir ki which of this question wasn't asked to
Mrs. Travers. Ha, bu suallardan hansı Mrs. Travers'a verilmir? Niye öldürüb? Ha, niye sebebini soruşmur? What did he have? Siz hansı cevabı yazmışsınız burada? Mən C yazmışdım elə buna. Ha. Did she love her husband? Erini sevirdi mi? No, I hated him. Ona nifret edirdim. Did she hear anything when she was in her room? Otağında olanda nəsə eşitmişdi mi? Bəli, dedi. I heard Jeremy's bedroom door. Jeremy'nin yataq otağının qapısını, yəni açıldığını eşitdim. It opened. Belə, və what did her husband do after dinner last night? Keçən gecə nahardan sonra o nə etdi? Ərin, he went to bed. Yatmağa getdi. Yəni hamısına cavab var. Daha doğrusu hansı sual verilir. İndi keçək mətnə. Mətndə suallarınızı verin. 6.1 müəllim. 6.2. Inexperienced designers or engineers are not mentioned as a defect in bridge construction. Təcrübəsiz dizaynerlər, yəni mən bunu tərcümə edirəm, mühəndislər. Oradakı qüsur kimi xatırladılmır da. Və əslində bunun mənasını bilməliyik tərcüməsini. Deməli, körpü inşaatında qüsur kimi verilməyib. Yəni orada təcrübəsiz dizaynerlər və mühəndislər. Bəli, doğrudur. Qüsur kimi nəyi verib? Defect kimi. In some cases, this could happen because inferior quality material was used in the construction or because of a defect in a key piece of the bridge. Yəni bəzi hallarda nəyə görə baş verə bilər? Burada şeydir, körpü çökməsindən danışır da. Bəzi hallarda bir səbəb kimi verir ki, yəni aşağı keyfiyyətli materialların istifadəsi inşaatda, həmçinin də körpüdə hansısa bir hissədəki qüsura görə ola bilər. Burada isə bir də burada qeyd edir ki, these accidents are often due to an error made by the engineers, such as miscalculation. Burada engineers deyir ki, bəli, mühəndislərin etdiyi səhvə görə də ola bilər, səhv hesablama kimi. Amma burada isə bizə deyir ki, inexperienced designers, təcrübəsiz dizaynerlər və mühəndislər. Orada demir təcrübəsiz, sadəcə mühəndislərin etdiyi hansısa bir səhvə görə. Başa düşdünüz? Bir dəqiqə. Are not mentioned. Hə də doğrudur da burada. Burada deyir not mentioned. Xatırladılmayıb. Amma burada xatırladılıb baxıq engineers haqqında. Mühəndislər haqqında onların etdiyi qüsurlardan danışır. Amma burada deyir not. Xatırladılmayıb ümumiyyətlə o qüsur kimi. Başa düşdünüz? Hə. 6.2-də modern technologies are unable to find out structural problems. Bax bu cümlədir. Modern technologies that cannot detect structural weakness. Yəni burada qeyd edir ki, əksinə can detect. Aşkar detect nə deməkdir? Aşkar edən. Aşkar etmək, bizə çıxarmaq. Sinonim Burada zəifliklər var da, o weakness. Ona görə mən götürdüm onu. Yəni can deyil. problemləri aşkara çıxarda bilirlər. Bəli, struktur zəifliyini aşkara çıxara bilən müasir texnologiyalar. Amma da unable. To be able to kənin sinonimində bacarmaq bilmək. Unable, bacarmamaq, bilməmək. İnkarda yazı baxı burada. Burada ikisinə deyir. Detect'i nə ilə əvəz edib? Find out-la. İkisi də aşkar etmək üzrə çıxarılıb. Burada problem yoxdur. Weakness, struktur zəifliyi, struktur problemləri. Yəni antonimi deyil ki, yəni bir-birini əvəz edə bilər. Struktur problemləri aşkar edə bilmir. Amma burada deyir, bilir axı, can detect. Başa düşdünüz? Aydın oldu, başa düşdüm. Və 6.3-də bridges are the safest means of transportation. Means nədir uşaqlar? Means burada nə kimi gedir? Mean bildiyimiz məna vermək deməkdir, düzdür? Həm də xəsis deməkdir. Amma mean S şəkilçisindən bərabər isimdir. Vasitə deməkdir. Vasitə. The safest means of transportation ən təhlükəsiz nəqliyyat vasitəsidir. Çox hallarda bu sifətin üstünlük dərəcəsi olanda səhv olur. Bunu düz yazmışsınız siz. Bəli, müəllim. Düz yazmışam. Bir dənə burada mətndə bunda səhv var. Doğrudan. Yaxşı. Bəli. 6.3-ün ən təhlükəsiz 6.3 ayrı işarə almışım. Onda başdaydı. Başlarda deyirdi də. Some of the biggest and most expensive transportation projects in the world have involved building bridges.
Burada ən böyük, ən bahalı nəqliyyat layihələrindən bəzilərinə körpü qurma daxildir deyir. Amma burada deyir ki, hədə mətndə yoxdur da bu məlumat. Səhvdir də, yəni ən təhlükəsiz demir. Sonra 7-də, 8-də var səhviniz. Onda var müəllim. Uşaqlar çox süt qoşulmayıb deyə, rekorda baxacaqlar deyə. Ona görə mən çalışıram ki, hamısını belə izah edeyim. Çünki bunlar daha rahat onsuz izah edilməsi qısadır. Incorrect səhv istəyir. Bridge collapse generally. Generally nə deməkdir uşaqlar? Ümumi. Ümumi. Yəni ümumiyyətlə happens baş verir because of earthquakes, especially with modern bridges. Zəlzələlərə görə baş verir ümumiyyətlə. Amma bu nadir hallarda baş verir demişdim. 7-nin nə idi bu? Y'si. Aşağıdaydı bu hissədə. Amma burada isə qeyd edir ki, bəli, earthquakes damage all structures including bridges. Bəli, deyir ki, zəlzələlər all structures, bütün strukturları damage nə deməkdir? Ziyan vurur. Zərər, ziyan. Zərər vurur. Luckily, xoşbəxtlikdən this kind of collapse is relatively infrequent deyir, especially with modern bridges. Bəli, bu cümlə burada var. Amma orada deyir generally, burada infrequent deyir. Frequently nə deməkdir? Xüsusi. Frequently, tez-tez. Tez-tez də. Hə. Often sınırında. Amma burada infrequent əksinə, nadirən, bəzən deməkdir. Amma deyir ki, xoşbəxtdən bu cür kollaps nədir bəs uşaqlar? Kollaps. Çökmə. Kollaps çökmədir. Xoşbəxtdən bu cür çökmələr amma deməli nadirən baş verir, bəzən baş verir. Amma orada generally, ümumiyyətlə zəlzələlərə görədir deyir. Başa düşdünüz? Bəli müəllim. Sonra 8-ci paragraf necə başlaya bilər? Burada da yəni konkret baxın, uyğunlaşdırmaq olar. Fire'dan falan danışır. Fire'dır, wood'dur. Bir dəqiqə. Deməli, fire sözünü məsələn burada uyğunlaşdırmaq olar. Historically more bridges were made of wood. Tarixən deyir bir çox daha çox körpülər deməli odundan, taxtadan hazırlanıb and were much more susceptible to fire və oda qarşı həssasdır da. Sonra və bu da əsasən köhnə qatar körpülərinə aiddir də və bu da the spark created by the steel wheels and the steel tracks could sometimes cause the bridge to catch fire və polad deyir təkərlərin yaratdığı qığılcım da bəzən körpünün alışıb yanmasına səbəb ola bilər. Yəni fire-la fire-ı uyğunlaşdırılır. Burada qayıqdan danışır, burada flooding, daşqından danışır, burada air transport, hava nəqliyyatından danışır. Yəni fərqli mətnlə əlaqəsi olmayan cümlələrdir. Sonra onu da dedisə, scrutiny nə deməkdir? Scrutiny. Düz yazmışsınızsa tərcüməsini necə bilmədik. Diqqətlə ətraflı Diqqətli. yoxlama, Diqqətli. araşdırma, Yoxlamada müəllim belə bil. araşdırma, Müşahidə, araşdırma. Bəli, detallı araşdırma, detallı incələmə, surveillance, Müşahidə. müşahidə, bəli. Close, nəzarət, bəli, Davamlı müşahidə, nəzarət. bəli, davamlı və sıx müşahidə, nəzarət. detallı araşdırma, detallı müşahidə, doğrudur. Və deməli, onda nəyi səhv etmişdiniz? Nə yazmışdınız? Mənim 3-4 yazmışdım mən ona. Biri götürməmişdim. What reasons can the bridge collapse for? Bu mətn elə boy bundan danışılır da. Deməli, körpü çökməsindən nə səbəb ola bilər? Earthquakes, bir səbəb earthquakesdir. Bir səbəb old fashioned train'də nə idi? Spark, qığılcım, nə bilim, alışıb yanmasına səbəb ola bilər. Əsas da bir dəqiqə 10.3. Əsas da 10.1 idi daha doğrusu. Tam cavabları mən özüm. Bax, bayaq bu cümləni oxumuşdum da. Bəzi hallarda nəyə görə baş verə bilər? Körpü çökməsinin səbəbləri. This bridge collapse are mysterious. Yəni sirlidir. Deməli, bəzi hallarda bu baş verə bilər nəyə görə? Dedi ki, aşağı keyfiyyətli materialların istifadə edilməsinə görə. Həmçinin these accidents are often due to an error made by the engineers.
such as miscalculation, mühəndislərin səhv hesablama kimi etdiyi səhvlərə görə baş verə bilər. Elə bir neçə səbəb sadalayır da burada. Aydındır mı Ümid var? Sen Bəli, dördüncü müəllim. cevabı götürmüştün. What types of technology are used to detect structural failures? Struktur uğursuzluqlarını araşdırmaq üçün hansı növ texnologiyalardan istifadə edilir? Hansı növ texnologiyalardan Ümid var? Hansı cümlə əsasını götürmüşsən bunu? Müəllim, mən ümumi onları daha o verilmiş diye variant var. Özgeç. Onları bilmiştim. Yox, struktur uğursuzluqlarını araşdırmaq üçün araşdırsınlar gərək deyir. Məsələn, burada deyir, engineers only realize why after they conduct a complete investigation. Mühəndislər səbəbini başa düşürlər. Tam deyir, araşdırma apardıqdan sonra, amma bizə burada demir ki, hansı texnologiyalar, texnologiya adı çəkmir. Hə, bax burada, the best way to avoid bridge failures is to plan for them. Hə, bax bu cümlədir. Yəqin sən bu cümləyə görə götürmüsən. Ben ona göre götürmüşüm. Müasir texnologiyalar struktur zəifliyini araşdıra bilən müasir texnologiyalar kömək edə bilər bu dəhşətli hadisələrin azalmasına. Amma adını çəkmir axı hansı müasir texnologiyalar. Bəli, o cümlə var, amma növünü vermir. Başa düşdün? Bəli, növün deyil bu da. Aha. Başqa? 2'de var. İkinci mətndə. Nöqtə birlərdə var Ayşəm səndə. 3-də var. Onu da yaza bilmədim. Bir Orada 12 soru 3. sıx yaşayırlar, hə? Densely populated island. Yəni sıx insan məskunlaşdığı yerdir. Hə, insanların Yəni turistik məskunlaşdığı bölgədir də. ada deyil. Bax, Ayşən demişdik ki, əslində çox hallarda inkar cümlələr səhv olur. Düzdür? No, not, never, hardly, without olan cümlələr çox hallarda səhv olur. Duvarda burada. Nowadays, too many people live on the island. Son vaxtlar burada həddən artıq çox insan yaşayır. Deməli, sıx məskunlaşmışdı da. Başa Sən düşdün? oxu. Başa düşdüm. Aha. Digərlərini də görüm nə deyir. Məncə asandır. The balance they need to import. Import nədir uşaqlar? Import nə deməkdir? Import, export. Import, ithal etmək. Export, Ha, ixrac etmək. İxracı. Və bəli, qidaları və digər şeyləri başqa ölkələrdən ixrac etmələri, daha doğrusu ithal etmələri lazımdır. They need to buy food and other things from abroad. Yəni burada to buy yerinə qidaları və digər şeyləri abroad, xaricdən almaları lazımdır. Buy yerinə import yazıb, səhv deyil. Other countries, başqa ölkələr yerinə də abroad, xarici ölkə yazıb, xarici yazıb. Yaxşı, sonra bir də bax görürsünüz, illərə diqqət edin. Bax burada 19-cu əsrin başlanğıcında tourists began to visit Bali. Orada isə 20-ci əsrin nəyi deyir? In the 1950s tourists began to visit Bali. 1950-ci il 20-ci əsrdir, düzdür? Və 1950-ci illər necə ifadə oluna bilər uşaqlar? Ortasında deyə bilərik də, hə? Ortasında necə deyirdik? In the middle of. Middle. In the Middle'da. middle, yes. In the middle of the 20th century belə olmalıydı. Amma burada 19-cu əsr deyir. Okay. Neçə? 13 dediniz. Bəli, Bəli. 13. A yazmışdım ona. People visit Bali. Mən D yazmışam. People Özür visit Bali as. Mən bu niyə işarə eləməmişəm? 13. It has many places of interest. Siz deyə yazmışsınız. Authorities control tourism very carelessly. Mən bir A Bəli. yazmışdım. A. Bax, məntiqlə mən mətnə baxmadan eləsəm direkt deyini çıxaram. Çünki deyirsiniz ki, authority nədir? Authority əvvəlki mətnlərimizdə də olub. Məsul şəxslər, məmurlar, düzdür? Turizmi çox diqqətsiz şəkildə idarə edirlər. Yəni turizmin diqqətsiz idarə edildiyi bir ölkəyə niyə baş çəkmək istəsinlər, düzdürmü? Çünki Balilərin pula ehtiyacı var. Misal üçün Balilərin pula ehtiyacı varsa, bundan yəni turist ora niyə getsin? Məntiqlə düşünəndə. Bu cümlə bir də it has many places of interest. Aydın mən necə bunu işarə eləməmişim? Bir dəqiqə. Mənim bilirsiz hansıdır? Bir dəqiqə aşağı salın Mən özüm çalışım. də
Dedi 1950'de Məncə. olan to visit yuxarıda 1950 yazılan yer var ya Özdə orada. bir dəqiqə. Ayşən, sən yazdığın cavab, bax, authorities are trying to organize and control tourism where careful deyir. Amma orada Bir sözə görə. careless deyir. Sonra burada deyir ki, Balilərin yeni fikirlərə ehtiyacı var. But the balance need money and they new ideas. Bu cümlə var, amma burada göstərmir ki, onlar buna görə ora getmək istəyirlər. Məncə burada şeydir, məntiqlə nəticə çıxartmaqdır. But they want to make a change for better. Sonra bir də digər cavablara baxım. Its people are incapable of art. Bax, bu da direkt səhvdir mətnə baxanda. Capable nə deməkdir? Bacarıqlı, Incapable, bacarıqsız. bacarıqsızdır. Amma əksinə onlar Var orada. düzəldiblər axı. People have begun sell their To art sell their var. art to tourists. Öz şeydir. In the evenings they make music, dance, paint or carve things out of wood and stone. Ağacdan, daşdan deməli oyaraq, reçin oyaraq bir şeylər düzəldirdilər, paint, rəsm çəkirdilər. Yəni bunların bacarıqları var idi əksinə. Bu da direkt səhvdir. Yəni mətn cümlələrini uyğunlaşdırırsaq, aynen 100%, aynen də səhvdir. Ayda, it has many places of interest. Bali is a beautiful island of mountains, forests and rice fields. It's also an island of artists. Məncə burada ümumi nəticə çıxartmaqdır. Çünki turistin bir Baliyə ziyarət etmə səbəbi nə ola bilər? Maraqlı yerlər Bəli, qaraq orada. Bir dənə 1950 yazılan yerə baxın, orada var. Bura. Bəli, to visit Bali. Amma orada imanı yazmır da şeydir. Bəli, baş çəkməyə başladılar. Tourism has become big business there. Turizm orada büyük biznes olduğu üçün. O vaxtdan daha doğrusu üçün deyil, burada bəli. Elə o vaxtdan bəri turizm orada böyük biznesə çevrilib. Yenə burada nəticə çıxartmaqdır. Çünki İminli o cümləni yazmayıb ki, İminli buna görə gəlib ya bura ziyarət edirlər. Nəticə çıxartmaqdır məntiqlə. Anladınız Ayşən? Çünki İminli elə bir cümlə yoxdur. İlk cümlədə deyir ki, maraqlı, gözəl ada, dağları, meşələri və düyü tarlaları olan gözəl bir adadır. Amma İminli visit sözündən sonra bu cümləni verməyib. Digər cavabları çıxdaş edib B variantı arasında qalırıq. Çünki digərləri mənə uyğun gəlmir. Pula ehtiyacları üçün, olduqları üçün, yeni fikirlərə ehtiyacları olduğu üçün Baliyə ziyarət edə bilərlərmi səncə? Belə. 15-də var səhv edən. 15-də səhv etmişsiniz. 15-də mən 2-ni yazmışam, tapmışam. Yəni cavab verməyən kimi. Hansı suala cavab yoxdur? 1, 3, 4-də var. When did the Balis start to travel other countries? Balilər digər ölkələrə nə zaman səyahət etməyə başladılar? Balilər yox, Baliyə insanlar səyahət etdilər. Bax, Onda 2-ni düz götür. yəqin ki, sən bu cümləyə əsasən cavab var deyə düşünmüsən. In 1950s, tourists began to visit Bali. 1950-ci illərdə turistlər Baliyə səfər etməyə başladılar. Demir Balilər başqa ölkəyə. Aydındır? Aydındır. Mənim 2-ni götürmüşəm bir daha orada. Bildim. Yəni 5'e də cavab yoxdur da. Yəni tərsdən desəydik ki, insanlar nə zaman Baliyə səyahət etməyə başladılar, onda olardı 1950-ci illərdə. Sonra başqa sual olan 24 var qrammatikada. 24'e qədər. Dangerous nə deməkdir? Onsuz sözlərdə də soruşuram. Dangerous, Təhlükəli. afraid of. Qorxmaq. Belə şeydir, logical testlərdə, sözlə bağlı testlərdə bir tərəf pozitivsə, digər tərəf də pozitiv olur. Diqqət edək daha doğrusu. İkisi təhlükəli, qorxmaq, ikisi də mənfidir. Lovely, Sevmək. Sevimli. to be fond of, Sevmək. çox sevmək, Çox xoşlamaq. sevmək. Faithful, Faithful, xeyirxah. no. Faithful, loyal, Dürüst. devoted, a person who never betrays to his husband or his wife. Betray nə demək? Devoted həsr etmək deyil. Devote həsr etməkdir. Devote həsr etməkdir. Devoted sadiqidir, vəfalıdır. Sinonimlərdir. Vəfalı. Loyaldır, faithfuldur. Loyal, faithful, devoted, sadiq, vəfalı. Amma dislike mənfi sözdür.
Xoşlamaq. Nifrət etmək. Bəli, bu getdi. Nifrət etmək. Uyğunluq Dörd- yoxdur da. Bəli. Uyğunluq yoxdur. Dördü nədir? Çirkli. Çirkli, amma like xoşlamaq. Biri müsbətdir, biri mənfi olmur. Uşaqlar, bu like'lara biraz diqqət. What does she like mənası nədir? Nə Xoşlayırsan deyir onu. Nə xoşlayır. xoşlayır? Nə xoşlayır? Bəs desək ki, Onu. what does she look like? Look Kim like xoşlayır? oxşamaq. Kimə oxşuyur? Bəli, kimə oxşuyur? Kimə bənzəyir? Xarici görünüş yəni. Desək ki, what is she like? O nə xoşlayır? Yox. Xoşlayır demək. Like, burada doesn't yeri is olsaydı, what is she like? Xarakter soruşardı. Onda seçərdim. Aa, Xarakter soruşsaydı, deyərdim she is serious. Ciddidir. What does she look like desəydim, nə idi xarici görünüşü? She is beautiful deyərdim. Ya da she looks like her mom deyərdim. Başa düşdünüz? Amma burada adi sualdır. Nə xoşlayır sürməyi? 18-ci sual hansı qrammerlə əlaqəlidir sizcə? Ofla bağlıdır. Mən ofdan əvvələ baxmışam. Mübtədə xəbər uzlaşması. Hı -hı. Mübtədə xəbər uzlaşması. Bir saniyə. Hə. Bax, bəli, ofdan əvvələ baxırıq mübtədə xəbər uzlaşmasında. WhatsApp-ın səsi sizə gəlmir. Xeyr, mən Saniyələr qalıb bitməsinə mən sizə atıram link. Yaxşı, qoşulun.